Bütün əsəblərimi körladlar bunlar Talip bəy, mənim. Hamısı baxın, anaların üstünə gəlin, gəlir. gəlin, Bu gəlin. vicdanlı qadın oturub orada. Bu nənə Ağbirçək oturub orada. O cür Əli Zəhmətkeş ana oturub orada. Gəlib ayağına. Sən ayağa durmalısan. Hansı gün ağlayıb mən üçün ata? Ay qız, anan Hansı günü? Hansı gün ağlayıb mən üçün? Ay qız, anan Arzu deyil. biraz yavaş da. Hansı da? Hansı gün ağlayıb mənə? Ay qız. Ev verin mənə, iş verin mənə, həyat yoldaşı verin mənə, uşaq verin Belə mənə. danışıqla sən Arzu. sən arzularına çatmayacaqsan. Sən arzularına çatmayacaqsan. Bilmirəm ağlayım, bilmirəm gülüm. Bilirsiniz, indi bu veriliş bilirsiniz nə deyir? Aparıcı, rejissor, prodüser, nə bilim, redaktor. Ay, bu qadın orada yazılı vardı Arzu. Arzu yerə yıxıldı. Reyting gəldi bizə, reyting. Ümumiyyətlə, mənim üçün maraqlıdır. Bu qadının işi gücü yoxdur. Bu qadının uşaqları, ailəsi yoxdur. Mən nə vaxt görürəm belə hallarla gəlib Bakılı olub. Bakılı. Arzu xanım, siz Bakılısınız. Bakılı qız olmuşsunuz. Gələndə belə nə idiniz? İndi imidji zadınızı dəyişmişsiniz. O imidjin üstünə də bir yıxılma salmışsınız. Bu qədər ziyalılarımız danışır, bu qədər akademiklarımız danışır, bu qədər professorlarımız danışır. Nə bilim, kimlərimiz irad tutur. Deyir ki, dəyirmanın baş taktiki ancaq baş ağrıdır. İnsanlar danışır, iradını bildirir. Bu niyə belədir, bu niyə belədir, bu qadınları niyə gətirib efirə çıxardırsınız, hansı ziyalı üçün 3 dəqiqə vaxt ayırırsınız. Amma bu kətdən gətirdiyiniz, üzr istəyirəm ifadəmə görə, belə çuşqalara görə bir il efir bunlara işləyir. Üzr istəyirəm ifadəmə görə ya. İfadəmə görə üzr istəyirəm, çoxdular. Gəlib oturublar burada, imiclərində dəyişiblər, olublar Bakılı. Bunlar şəhər qızları olublar, amma kənd, kəsə, el, cəmaət, ailə bunların yadına düşmür. İndi onlara da öz yaşadıkları kəndə, kəsəyə yuxarıdan baxırlar. Bu qədər televiziyalara deyilir, xeyri yoxdur. Bu qadının yıxılması başdan ayağa reytingdir.